Ermənistanın Sünük rayonundan olan Azəraq-Azərbaycan ərazisinə keçən 2 yeniyetmə qarşı tərəfə təhvil verilib. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti təsdiqləyib. Sözü gedən şəxslər Sünük rayonunun Tex icmasının sakinləri 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Gyaguns iyunun 6-sına keçən gecə saat 01:20 radələrində Aravuz kəndi ilə bitişik yerdə Azəraq-Azərbaycan ərazisinə keçiblər. Hadisə ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunub ki, yeniyetmələr Dığ kəndi ərazisində malqara ot ararkən azıblar. Hər zaman olduğu kimi bu məsələyə də Azərbaycanın çevik reaksiyası özünü çox gözlətmədi və dərhal yeniyetmələrin yeri müəyyənləşdirilərək onların geri qaytarılması üçün lazımi addımlar atıldı. Baxmayaraq ki, daha öncəki dövrlərdə Azərbaycan vətəndaşları analoji şəraitdə Azəraq-Ermənistan ərazisinə keçərkən onların üzərində dırnaqarası məhkəmə şovları qurulmuş və hüquqa zidd addımlar atılmışdı. Lakin Azərbaycan Respublikası bir daha dünyaya nümayiş etdirdi ki, hər hansı formada mülki şəxslərin dövlət siyasətlərinə, xüsusən təcavüzkar mahiyyət ifadə edən, təcavüzkar niyyət ifadə edən siyasətlərə alət etmək lazım deyil. Və Azərbaycan Respublikası eyni zamanda onu göstərmiş oldu ki, qarşılıqlı etimad mühiti formalaşdırmadan dayanıqlı və etibarlı sülhə nail olmaq mümkün deyil. Bu ilk belə hal deyil. Hətta Azərbaycan əsir götürülən Ermənistan əskərlərinin münasibətdə də seçilir. Həmişə dövlətimiz bu qəbildən şəxslərə humanistliyi və beynəlxalq hüquq normaları çərçivəsində yanaşması ilə fərqlənib. Bu səbəbdəndir ki, həmin şəxslər vətənlərinə qayıtdıqdan sonra yerli və xarici mediaya açıqlamalarında etiraf edirlər ki, Bakı onlarla beynəlxalq tələblər səviyyəsində humanistcəsinə davranır. Azərbaycanın ötən gün nümayiş etdirdiyi humanist yanaşma əslində bölgə üçün yeni bir fürsət, erməni cəmiyyəti üçün yeni bir şans deməkdir ki, nəhayət o revanşist niyyətlərdən əl çəkərək bu bölgənin dayanıqlı inkişafı və sülh və sabitlik qarşısında əngəl kimi çıxış etməkdən əl çəksinlər. Bənzər vəziyyət Azərbaycan vətəndaşı ilə baş versəydi, Ermənistanın necə davranacağı sual altındadır. Çünki rəsmi İrəvan erməni əsirliyində olan Azərbaycan vətəndaşlarına qarşı insanlığa yaraşmayan qəddarlıqlar edib. Onların bizim əsirləri göstərdiyi faşist davranışlar konkret faktlarla sübuta yetirilib. İstənilən halda Azərbaycan regionda sülh, təhlükəsizlik və sabitlik tərəfdarıdır. Bu hadisə fonunda bu bir daha təsdiqini tapır.